Qardaşım bir o günlərim deyir ki, bu sürətlər qutusunu endirmişsiniz, yağını dəyişirsiniz, bəs onun beynini niyə açmırsınız? Mən də qeyd eləmişdim orada ki, bəs qardaş, onu biz hər dəfə o video uzun olmasın deyə o hissəni göstərmirik də, biz əsasən bunun içərisini göstəririk. Bir dənə yaxınlaş göstər. Ford Fusion'dur, sürətlər qutusunu endirmişik, yağını dəyişdirmək üçün. Bax, bax bu gördüyün bu beyin hissəsi. Qardaş, beyin bu belə. İndi yaxınlaş burasını da göstər. Bu da bu da bax bu detallar. Gördün? Hamısı sökülüb. Yəni içərisində heç nə qalmayıb da, skeleti qalıb. Bunları sökən, yəqin ki, ərinməz də bu beyni də açmaq. Bunu açmaq bir çətin bir şey deyil. İndi orada güya nəsə bir səhv tutmuşdu. Deməyə çalışdığım odur ki, qardaş biz bunu açıb bunları sökürüksə, bunu da açırıq. Yəni bunları da təmizləyirik. Bunların hamısını biz nəzərimizdə saxlayırıq. Bir-bir bütün detalların hamısına baxılır ki, orada xırda bir səhv, xırda bir problem sabah bir gün bizim üstümüzə gəlib onu yenidən o ikinci iş kimi onu biz də təzədən eləməyək biz. Və bu formada indi açmışıq, Ford Fusion'dur. Sürətli qutusunun açıldı. Yəni problemlər var idi müəyyən qədər. Baxıldı, detallarda bir problem yoxdur. İndi beyin və bublik yoxlamaya gedəcək, onlar baxılacaq. Yəni nə var, hamısı həll olunub, yeni yağ vurulacaq, üzərinə bağlanıb, problemsiz təhvil veriləcək. Avtomobilinizi peşəkarlara etibar edin.